Sizi ola bilsin ki kimsə inandırıb ki, siz çox mədənisiniz və siz qadınla danışıq tərzini bilirsiniz. Və sizin o etdiyiniz səhv bir kənara qalır. Sonra da YouTube üzərindən deyirsiniz ki, deyirlər aslanın erkəyi dişisi olmaz, amma mən deyərəm ki, donuzun aslanı dişisi olmaz. Öz aləminizdə məni yenə də erməniləşdirdiniz və deyirsiniz, mən Səidiyə ümumiyyətlə qadın kimi baxmıram. Bəli, mən əzilib büzülmürəm, oranı buranı açıq qoymuram deyə. Sizə elə gəlir ki, bəli, Akif müəllim, oldu Akif müəllim, baş üstə Akif müəllim deyən qadın olur, amma yox. Arzularınızı başa düşdüm. Arzularınızı nəzərə alaram. Bir məsələ də orada dediniz hicabla bağlı ki, uşaqların başında. Başınızdan böyük danışmayın. Arzularınızı başa düşdüm deyəndə deyirəm ki, başınızdan böyük danışmayın. Başınızdan böyük danışmayın, özünüzə hörmət eləyin. Saçınızın ağlığına hörmət eləyin. Sizin arzunuz odur görmək istədiyiniz qadın. Bugün mən bəli, mövqeyini deyən və 7 aydır mövqeyində dayanan aparıcıyam. Gördünüz, əlamət. Sizin kimilər mini gəlsin üzərimə. Dediyim fakt ortada yenə də deyirəm. Gedin hüquq mühafizə orqanlarına mənə şikayət eləyin. Kişi deyilsə şikayət eləməsiniz, bir də gələm üzərinə. Gedin şikayət eləyin. Ona görə ayıqdır, özünə dasent deyən, nə bilim, saqqal deyən, nə deyən adam? Onun sizə aidiyyəti yoxdur. Mənim saqqallığımın sizə aidiyyəti yoxdur. Gəlib oturub burada yalandan, vətənpərvər obrazı yaradır burada. Siz nə obraz yaradırsınız bəs? Ağdamın bir dənə işğaldan azad olunması uğrunda, bir kənd uğrunda döyüşməyən birisi hansı vətənpərvərlikdən danışır? İkimizlə məşğul.